Yoldaşımın doğum günü iş gününə düşdüyü üçün evdə keçirməyə qərar aldıq. O gələnə qədər biz belə kabab hazırladıq onun üçün. Bunu mən etmişəm. Əvvəlcədən duz, istiot və kəklik otu ilə qarışdırıb bir neçə saat gözlətmişəm ətləri. Görək necə olacaq. Burada isə həmin ətlərdən kabab çəkirik. Manqalımız da yoxdur, ona görə yerdə özümüz üçün belə bir manqal yaratmışıq və orada çəkirik. Daha sonra isə yeməyimizi yedik. Ailə üzvlərim hamısı iştirak etdiyinə görə çəkiliş etmədim. Gəlirik tort kəsməyə, tort yeməyə. Azanın tortlarını çox sevirik. Çalışırıq ki, həmişə doğum günlərində o tortlardan sifariş edək. Qızım xaric, çünki o üstü bəzəkli xoşlayır. Ona görə də onun doğum günündə xüsusi tort bişirtdiririk öz zövqünə uyğun dizaynda. Amma mənim ən çox hansı tortu sevirsiniz desəniz, Azanın məhz bu Mars içi şokoladlı tortunu sevirəm deyərəm. Həqiqətən çox dadlıdır, ləzzətlidir.